Həbib ibn Məzahir cavan yaşlarında ki görür ki Həzrət Peyğəmbər və onun yanında sahabələr gəlirlər və kənardan Peyğəmbər görür ki, İmam Hüseyn əleyhissalam uşaq yaşlarındaydı. Təxminən 3-4 yaşlarındaydı. İsti qumlar üstündə qaçır ayaq yalındı. Özünə kölgəli axtarır. Çünki isti o qədər var idi ki, ayaqlarının altını yandırırdı o qumlar. Həzrət Peyğəmbər özünü qaçıb çatdırmaq istəyir İmam Hüseyn əleyhissalamı alsın qucağına, o istidən qutarsın. Ondan qabaq görür ki, Peyğəmbərdən qabaq bir cavan qaça-qaça gəldi, aldı onu qucağına, İmam Hüseyn əleyhissalamı aldı qucağına, başladı ayaqlarının altında. Başladı ayaqlarının altında olan o tozlar var idi, daşlar var idi. O tozları, daşları sürtür üstünə. Başlayır öbür nəvaziş göstərir. Bunu görəndə Həzrət Peyğəmbər çox qəmli